Azərbaycan hökuməti cəlb edilən xarici kredilərdə ehtiyatlı olmalıdır. Bank Monitorinqi Koalisiyası xarici dövlət borcları və beynəlxalq maliyyə institutlarının layihələrində ictimai iştirak adlı hesabatını təqdim edib. Hesabatda deyilir ki, 10 ildə dövlət zəmanətli 10 milyard 495 milyon dollar vəsait alınıb. Bunun 5 milyard 818 milyon dolları xərclənib. Ənənəvi donorlarla yanaşı, yerli podratçılara Amerika, Şotlandiya, Çexiya, İran, Koreya bankları, Çin, Qazaxıstan hökuməti borc verib və onların sayı artır. Koalisiyanın idarə heyətinin üzvü Zöhrəb İsmailin sözlərinə görə, 2011-ci ildə ümumi daxili məhsulda dövlət borcunun xüsusi çəkisi 2010-cu illə müqayisədə 1,7% azalıb. Amma mütləq ifadədə borc 4 milyard 817 milyon dollar artıb. 2012-ci ildə hökumətin proqnozlarına görə 1,5 milyard təxminən 1,5 milyard manat kredit götürüləcək beynəlxalq maliyyə institutlarından. Eyni zamanda 2013-cü ildə də 1,3 milyard manat kredit götürüləcək. Yəni bunların məhz istifadə olunması nəzərdə tutulur. Üst-üstə götürəndə bu hardasa 2,8 milyard manat və biz görürük ki, 2012-ci ildə xarici borcların ödəmə nisbəti təxminən 10%, 2013-cü ildə isə bu təxminən 12% təşkil edəcək. Və borclanma siyasəti də davam edir, çünki biz çoxlu kredit layihələri imzalamışıq. O 10,5 milyard dollar ki biz imzalamışıq. Biz onları alacağıq, yəni biz onu sadəcə elə belə imzalamamışıq. 2004-2012-ci illərdə Azərbaycan 71 layihə üzrə 9 milyard 545,9 milyon dollar cəlb edib. Onların 33,66%-ni Nəqliyyat Nazirliyi xərcləyib. İkinci yerdə 24,9%-lə Azərenerjidir. O bu dövrdə 2,3 milyard dollarlıq 10 layihə icra edib. İqtisadi və maliyyə sisteminin inkişafı üçün 261,9 milyon dollar, ekoloji layihələr üçün 227,9 milyon dollar alınıb. Məruzəçilər Maliyyə Nazirliyi ilə Dünya Bankının göstəricilərindəki fərqdən narahatdır. 2010-cu ildə o 35 milyon dollar, 2008-ci ildə 314 milyon dollar olub. Hətta müxtəlif hesablama metodologiyasında belə fərq böyükdür və uzun müddətli kreditlərin ödənişində özünü göstərəcək. Çıxış edənlərin sözlərinə görə Azərbaycan ödəniş qabiliyyətlidir, amma büdcə mədaxilində Azərbaycan Respublikası Dövlət Neft Fondundan transferlər çox yer tutur. Sonda tövsiyələr səsləndi. Hökumət xarici borclara limit qoymalı, kredit cəlbi üzrə strategiya hazırlamalı, vəsaitlərin xərclənməsinə nəzarət edən beynəlxalq institutlara üstünlük verməlidir. Hökumətin bu sahədə işi şəffaf olmalıdır. Dövlət şirkəti və kommersiya təşkilatları kreditlərdən istifadə barədə hesabatları internet resurslarda tam yerləşdirməlidir. Vətəndaş cəmiyyəti beynəlxalq maliyyə institutlarının strateji tərəfdaşı olmalıdır.